Bu arada Şuşada isə Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya perspektivləri müzakirə olundu. Azərbaycan-Türkiyə beyin mərkəzlərinin birinci Şuşa forumu keçirildi. Forumda iki ölkənin aparıcı analitik qurumlarının rəhbərləri, tədqiqatçılar iştirak etdilər. Tədbir çərçivəsində regional təhlükəsizlik, xarici siyasət, iqtisadi inteqrasiya, nəqliyyat, kommunikasiya və enerji sahələrində əməkdaşlıq perspektivləri əsas müzakirə mövzusu idi. Həm regionda, həm regionun ətrafında Azərbaycan üçün və Türkiyə üçün vacib proseslər baş verir. Və bu proseslər çərçivəsində həm imkanlar yaranıb, amma eyni zamanda müəyyən bir təhdidlər də var. Ona görə onları dəyərləndirmək, onlarla bağlı fikir mübadiləsi aparmaq, biz Türkiyədən bir sıra düşüncə mərkəzləri dəvət etmişik. Həm Türkiyənin, həm Azərbaycanın aparıcı beyin mərkəzləri bir yerdə toplanıb və Azərbaycan-Türkiyə əməkdaşlığının fərqli istiqamətlərini müzakirə edir, eyni zamanda öz təkliflərini formalaşdırır. Ve çok kutuplu bir dünyaya doğru evriliyor. Bu dünya içerisinde ciddi belirsizlikler barındırıyor. Bu belirsizlikleri iyi okuyarak fırsatları ve sınamaları iyi tespit etmek gerekiyor. Düşünce kuruluşlarının bir araya gelerek serbest düşünce üretmeye çalışması ve bu şekilde dış politika yapım sürecine katkıda bulunmaya çalışması bu yüzden çok mühim.